Hər kəsə salam. Aygün Vəkil qızının paylaşdığı if conditional testlərə baxırıq. İzahı çox sadədir, yəni çox da elmi danışmağa gərək yoxdur. Şagirdlər üçün asan şəkildə testi izah etməyə çalışacağam. If I my work early, əgər mən işimi erkən, sonra o biri cümlədir I, A-ya idman zalına. Variantlarda bitirmək və deməli idman zalına getməkdən söhbət açılır. Buna belə deyək, gələcək real hadisə kimi də baxa bilərik. Əgər mən işimi erkən bitirsəm, idman zalına gedəcəm. Burada nöqtə var, əzizlər. Bunu belə də həll edə bilərsiniz. Qrammatik olaraq A variantı finish would yazıb, zaman uzlaşması yoxdur. Gördünüz, atırıq gedir. Ifdən sonra davam edici gəlməz. Məna olaraq düz gəlmir. Birisi də I am finishing, yəni mən bitirirəm hal-hazırda. If əgər mən bitirirəm hal-hazırda, yəni düz gəlmir. Ifdən sonra will də gəlməyəcək. Atacaq. Y variantı zaman uzlaşması yoxdur, ona görə atırıq. Əslində bunu belə də həll eləmək olar, amma başqa cürdə izahı belədir ki, əgər mən işimi bitirsəm, idman zalına gedəcəm. If I finish my work early, I will go to the gym. İkinciyə baxırıq, yazıb if you too much, sonra yazıb you wait, belə deyək. Yenə həminki qaydada baxırıq, ifdən sonra would gəlməz atırıq, ifdən sonra had gələ bilər, əgər qeyri-real şərt cümləsi olsa, amma cümlədən məlum olur ki, belə deyək, qeyri-real cümlə deyil. Çünki deyir ki, sən çox, bu yanda deyir çəki. Variantlardan bilinir ki, əgər çox yesən, çəkin də artar. Ona görə həm də had burada D variantında ikinci tərəfə would olmalı idi. Would gained. Bu mümkündür. Ona görə bunu da atırıq. If-ə it's olmaz, it's ancaq he-də, she-də olur, ona görə C variantında atacaq. A və Y variantları qaldı. Tərcümə bizə deyir ki, cavab burada təbii ki, A variantıdır. Çünki if you eat too much, you gain weight. Bu real elmi, belə deyək, bir nəzərdir. Gördüyünüz kimi, həqiqətən də hər kəs bilir ki, çox yeyən kökələr. Burada hər iki tərəf demək olar eyni zamanda olur. Amma ikinci üsulda dediyim kimi, ifdən sonra would gəlməz atdıq və digər qaydalara riayət elədik. D variantına diqqətli olun. Had, would bu şəkildə olur. Özdə ifdən sonra would gəlmir, buna da fikir vermək lazımdır. Üçüncü cümlədə if it tomorrow we inside and watch a movie. Deməli, burada biz baxırıq ki, sabah o bir cümlədir ki, daxildə izləmək bir film. Variantlara baxırıq, yenə həminki qaydada. Ifdən sonra will gəlməzi atırıq, D variantını atdıq. Y variantına fikir versəz, ümumiyyətlə itlə rains olmalıdır. Həm də rain indiki zaman kimi də baxsa, would var bu tərəfdə, düz gəlmir, zaman uzlaşmır və B variantı davam edici bayaqlar dedik ki, B üzrəsəm C variantı. Atırıq is raining olmaz ifdən sonra ümumiyyətlə bəzən uşaqlar burada çaşırlar. Tomorrow-a görə will vermək istəyirlər. D variantını verənlər olur. Qətiyyən belə bir şey eləməyin. Ifdən sonra will gəlmir. Ona görə A və B variantları arasında qaldıq. B variantının quruluşunu bayaqlar dedik. O had ilə olur. Had rained would stay ola bilər. Ona görə ümumiyyətlə B variantını vermək olmaz. If it rains tomorrow, əgər sabah yağış yağsa, we will stay inside and watch a movie. Biz içəridə qalacağıq və film izləyəcəyik. Açıq-aşkar cavab A variantı. 4-də də baxaq. 4-də yazıb they to Europe if they enough money. Onlar səyahət sözlərini görürük aşağıda və ifdən sonra kifayət qədər pul. Əlbəttə ki, if ortadadır burada gördüyünüz kimi. Ifdən sonra would gəlməz deyə A getdi, will gəlməz deyə C getdi, will gəlməz deyə D getdi, would gəlməz deyə Y getdi. Cavabımız avtomatik B variantı. Gördüyünüz kimi nətər həll elədik. They will travel to Europe if they save enough money. Bir növ real gələcəyə işarə olan if conditional testi gördüyünüz kimi. Əgər pul yığsalar, kifayət qədər pulları olsa, Avropaya gedəcəklər təbii ki. Qısası, bu testləri həll edərkən işimizi asanlaşdıracaq ipucu ifdən sonra will-dir, would-dur, have, has və üçlə, yəni feilin üçüncü forması, əmizar, was-were feildə inlə, yəni continuous form, yəni davam edici forma vermək olmaz. Had olur amma. Had, amma bu tərəfə would bayaqlar testi izah edəndə sizə göstərdik. Had bir tərəfi isə had və 3, bir tərəfi isə would olur. Yəni ifdən sonra had gələ bilir.